Göyçayda ölüm hadisəsi baş verib. 2006-cı il təvəllüdlü qadın xəstəxanada həyatını itirib. Rayonun Hüngütlü kənd sakini 19 yaşlı Abdullayeva Aysun Samir qızı səhhətinin qəfil pisləşməsi səbəbindən ötən gün gecə saatlarında rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. 2006-cı il təvəllüdlü şəxs 4-cü ay 2025-ci il tarixdə 0022 radələrində təcili yardım avtomobili ilə Göyçay rayon mərkəzi xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub. Aparılmış instrumental və laboratoriya müayinələr nəticəsində pasiyentə dəqiqləşdirilməmiş dəmir defisitli anemiya və hipotoniya diaqnozu təyin edilir və xəstə reanimasiya şöbəsinə yerləşdirilir. Bütün zəruri tibbi yardım və reanimasyon tədbirlərə baxmayaraq həmin şəxsdə 12-35 radələrində bioloji ölüm baş verib. Ölümün ilkin səbəbi kimi naməlum mənşəli sepsis, septiki şok və kəskin ağciyər ürək çatmamazlığı qeyd olunur. Məlumata görə mərhum dəmir defisitli anemiya xəstəliyindən əziyyət çəkib. Araşdırma aparılır. İlham Əhmədov, APA TV.